Ama biraz daha əla. Hər vaxtınız xeyir olsun, əziz gənclər, dəyərli Əfsanə xanım. Hər birinizi xoş gördük bugünkü tədbirdə. Çox sağ olun ki, vaxt ayırdınız, qoşuldunuz bugünkü bizim görüşümüzə. Bir daha AFF adından hər birinizi salamlayıram. Artıq düşünürəm ki, başlaya bilərik və tədbir boyunca digər gənclər də qoşulacaq. Əfsanə xanım, buyurun, başlaya bilərsiniz. Salam, hər vaxtınız xeyir. Bəli, çox sağ olun Fidan xanım. Təqdim olunduğu kimi mən Kərimli Əfsanəm. Hal-hazırda İtaliyada magistr təhsilimi alıram. Birinci artıq ilmi bitirmişəm. Hal-hazırda Bakıdayam, evdəyəm, Azərbaycandayam. Amma yenə də ikinci ilim var və mən ikinci ilim davam etmək üçün yenə də davam edəcəm. Bugün biz ümumilikdə İtaliyadan, İtaliyadakı həyatdan, əvvəlindən necə mən getmişəm, hansı proseslərdən keçmişəm və daha sonra isə hansı proseslər məni qarşılayıb İtaliyada yaşadığım müddətcə, hansı sənəd işləri, nələr vacib idi, nələri gedən kimi biz etməli idik, ya da ki, elə tələbəlik həyatı necə gedirdi. Ümumilikdə bugün onun haqqında danışacağıq. Belə, əslində mən çalışacağım ki, bugün biraz qısa danışım. Ondan sonra isə sizin suallarınızı ümumi bir informasiya verəcəm və ondan sonra isə biz davam edəcəyik sizin suallarınızla. İstənilən çata indidən istəyirsinizsə yaza bilərsiniz və sonra isə mən bir-bir sizin suallarınızı cavablandıracağım. Birinci mən ekranımı sizinlə bölüşmək istəyirəm. Aha. Yəni ki, mənim ekranımı hal-hazırda siz görürsünüz. Görünür hər şey və yaxud da ki, səsim aydındır sizə? Bəli, görünür. Əla, çox sağ olun. Okay. Deməli, dostlar, İtaliya, mən dediyim kimi, İtaliyada hal-hazırda mən kimya üzrə təhsil alıram, amma təbii ki də bu kimya belə sadə deyil. İlk öncə deyim ki, bakalavrımı Köhnə Qafqaz Universiteti, yəni Bakı Mühəndisliyi Universitetində almışam kimya müəllimliyi üzrə. Bitirəndən sonra, hansı ki 2023-də bitirdim və bir müddət mən 2 il ara götürdüm, hansı ki mən onda işləyirdim. Və sonra isə qərara gəldim ki, mən mütləq Avropada təhsil almalıyım. Amma niyə İtaliya seçdim? Çünki mən biraz başlayanda artıq deadline'lar təqribən mart-may ərəfələri idi və mən düşündüm ki, bu ərəfələrdə ilə deadline'larımı artıq deadline'lar demək olar ki bitirdi. Amma bir baxdıq ki, biz İtaliyada həqiqətən də uzun müddətlidir. Yəni İtaliyada belə bir şey var ki, ən müsbət cəhəti odur ki, deadline'lar həqiqətən uzun bir müddət davam edir. Və beləliklə mən həm də ki İtaliyanı bəyənirdim, sevirdim, bilirdim ki, İtaliyada tələbəlik həyatı gözəl olacaq. Və beləliklə Azərbaycandan İtaliyaya uzanan yol, bu hal-hazırda şəkildə gördüyünüz yer mənim universitet kampusumuydu. Universitetdəki bizim yəni ki buradakı universitetdəki ümumi binamız idi. Dediyim kimi, niyə İtaliya? İtaliyada dostlar, həm Avropada belə desək, ən yaxın mədəniyyət, bizə yaxın olan mədəniyyətlərdən biridir. Və burada demək olar ki, yeməkləri də bizə də yaxındır, daha çox mədəniyyətləri də. Yəni digər Avropa ölkələrinə baxanda mən düşünürəm ki, İtaliyada daha çox belədir. Və mən İtaliyaya necə getmişəm? İtaliyaya ümumilikdə Ergo təqaüdü vasitəsilə getmişəm. Ergo təqaüdü, yəni bir çox təqaüdlər ola bilər. Siz bu hal-hazırda mənim paylaşdığım ekrandan da görə bilərsiniz ki, bir çox təqaüdlər olur. Məsələn, DUSU, Ergo, bir neçə sonraki səhifələrdə görəcəyik ki, Invest Your Talent. Mən isə Ergo təqaüdü ilə getmişəm. Bu təqaüd sizin ailə gəlirlərinizə əsasən verilir. İstəsəniz ümumilikdə bu səhifəni də götürə bilərsiniz. Çünki burada xüsusi detallar qeyd olunub. Amma mənim bir çox tanışlarım var ki, DUSU ilə də gedənlər olur, hansı ki budur. Və soruşsanız ki, DUSU ilə Ergo'nun xüsusi bir fərqi varmı? Əslində yoxdur. Sadəcə regionlara görə onlar bölünürlər. Bu təqaüdü alma sizin səviyyənizdəki necə bəlirlənir? İSE vasitəsilə, yəni sizin ailənizin
evdəki fərdlərin, atanızın, ananızın, bacınızın, qardaşınızın ümumi aldığı gəlirlərə əsasən və yaxud da ki adınızda olan daşınan və ya daşınmaz əmlaklar vasitəsilə olur. Və dediyim kimi daha doğrusu bir neçə təqaüddən biri də odur ki, invest your talent-dir. Hansı ki invest your talent sizdən yaxşı həm GPA, həm IELTS, həm də ki birbaşa iş təcrübəsi tələb edir və çox gözəl, həqiqətən də çox yaxşı təqaüdlərdən biridir. Məbləğ olaraq da çox yüksəkdir. Mənim aldığım, məsələn, mən hal-hazırda Invest Your Talent-dan gəlməmişəm, çünki deadline-ı çox tez bitirmişdi və mən onu çatdıra bilmədim. Amma mütləq ki, mən ətrafımdakı hər kəsə Invest Your Talent-ı da tövsiyə eləyirəm. Burada isə xüsusi tələblərini qeyd etmişəm. Nələr lazımdır, xüsusi olaraq hansı ixtisas, təəssüf ki, burada bəzi ixtisaslar var ki, sadəcə onlara aid olur. Ona görə də bu bir spesifik bir niş kimi əslində bu təqaüd aid olunur. Lakin yenə də siz baxa bilərsiniz, Azərbaycan bura aiddir. Hər birini ingilis dili, bakalavr səviyyələri, mən bakalavr üçün də necə olduqlarını yazmışam. Yenə dediyim kimi, aylıq 1000 avro çox həqiqətən yüksək bir məbləğdir. Əslində bir tələbə üçün, orada yaşamaq üçün və hətta sizə əlavə olaraq orada internship üçün bir imkan da yaradırlar. Və sonra isə MAEC təqaüdü var, hansı ki bunu da orada İtaliya hökuməti bizə verir. Yəni dediyim kimi, bu təqaüdlərin hər biri İtaliya hökumətinin bizə verdiyi təqaüdlərdir. Yəni ki, bu dövlət proqramı ilə qarışdırılmasın. Dövlət proqramı tamamilə ayrıdır. Burada isə ümumilikdə, yəni ki, bu isə üzr istəyirəm. Yəni bəli, dediyim kimi bu isə MAEC təqaüdüdür və MAEC təqaüdündə ümumilikdə bu yenə də İtaliya hökumətinin bizə verdiyi bir təqaüd növüdür. Yəni burada da təbii ki də xüsusi detalları var, lakin xüsusi detalları var, lakin belədir ki, burada da özünün daha detallıdır. Məsələn, bəziləri var ki, əvvəlində sizdən daha background istəyir, amma məsələn, MAEC təqaüdündə artıq istənilir, buna görə də bu daha yaxşıdır. İkinci olaraq isə gəlin heç kimin demədiyi detallardan danışaq. Məsələn, əgər siz xüsusi sənədlər yığmağa başlayırsınızsa, sənədləri yığmağa başlayarkən 1 il, 2 il əvvəlin sənədlərini yığırsınız. Burada həmçinin sizin adicə qoyduğunuz sənədlər arasında evinizin və yaxud da ki, ümumi hər şeyi çevrilmələr vasitəsilə eləyirsiniz. Və valyuta çevrilməsi, biz yəni bildiyiniz kimi Avropada avrodan istifadə eləyirik və sizə ən böyük tövsiyəm də odur ki, pulunuzu burada getməmişdən öncə edin, getməmişdən öncə manatdan avroya çevirin. Təbii ki, əgər soruşsanız ki, təqribən nə qədərdir, yəni bizdən 2 dəfə daha az olur. Amma ki, çox yaxşı, yəni ki, burada eləsəniz, burada çevirib getsəniz, siz daha yaxşı, daha qabağa düşmüş sayılacaqsınız. Çünki İtaliyada çevirəndə istər-istəməz daha da biraz aşağı düşür və daha çətin olur. Amma burada olanda, yəni burada çevirib getsəniz daha yaxşı olar. Soruşsanız ki də haralarda çevirə bilərsiniz? Adicə demək olar ki, bütün banklarda və yaxud da ki, asan xidmətlərdə siz rahatlıqla çevirə bilərsiniz. Viza prosesi nəyə görə belə qoymuşam? Əslində biraz mənim üçün məsələn daha çətin mərhələ viza mərhələsi idi. Çünki çox detallı idi. Viza İtaliya səfirliyi biraz çox detallı yanaşır bu işlərə. Əgər soruşsanız ki, amma ən önəmli nədir? Maliyyədir. Maliyyə cəhətdən yüksək deməzdim ki, təbii ki də yüksək məbləğlər, həddindən artıq məbləğlər, amma ən azından hər ananızın, atanızın, sizə sponsor olacaq şəxslərin mütləq şəkildə maliyyə gəlirləri biraz yüksək olmalıdır və sabit olmalıdır. Sabit olmalıdır nə deməkdir? Məsələn, əgər siz onu sənəd vasitəsilə, belə deyim də, MyGov-da məsələn təsdiqini götürmək olur. MyGov-da təsdiqlədə bilmirsinizsə, bu artıq yəni bu sizin üçün bir problem ola bilər. Əgər ki, amma sənədləri tamamilə təsdiqlədə bilirsinizsə, bunu
yəni orada səfirliyə təqdim edəndə sizin üçün daha rahat olacaq. Təqribən də ki, əgər ki maliyyə cəhətdən, yəni sizə sponsor duran şəxslərin maliyyəsi yaxşıdırsa, böyük ehtimalla alacaqsınız. Bir nüans da var, tələbələr hər zaman soruşur məndən, amma təəssüf ki, biz təqaüd aldığımızı viza prosesində deyə bilməyəcəyik. Çünki bu təqaüdün o vizaya heç bir dəxli olmayacaq. Hətta ən böyük trikim sizə o olardı ki, yəni bunu hər zaman da deyirəm onsuz da, çalışın ki, viza mərhələsində hər zaman maliyyə gəlirlərinizi ən yüksək şəkildə göstərməyə çalışın. Amma təqaüd alanda daha aşağı. Yəni təqaüdü nəyə görə verirlər? Demək ki, sizin pula ehtiyacınız var, pul ödəniş edirlər sizə. Ona görə də ailə gəlirlər. Təbii ki, qanun çərçivəsində bu daha aşağı şəkildə göstərməyə çalışın. Amma viza da ən yüksək. Yəni əgər ki sizin gələn gəlirləriniz varsa, mütləq ki, hər tərəfli şəkildə göstərin onu. İtaliya təhsilində bəzi gizli tərəflər var ki, məsələn, ola bilər ki, ən mənim sevdiyim, demək olar ki, bizim öz təhsilimizdən də fərqlənən odur ki, imtahan sərbəstliyidir. Bu nə deməkdir? Məsələn, biz deyək ki, bir imtahanımız var və bu imtahandan siz birincidə kəsildiniz və ya istədiyiniz nəticəni yığa bilmədiniz. Siz digər imtahanlara da, yəni ki, ödənişsiz şəkildə bir imtahana 7-8 dəfə girə bilirsiniz. Bu cəhətdən təbii ki də bu çox yaxşı bir şeydir. Və belə deyək ki, siz əgər ilk imtahanı gözləntinizi qarşılaya bilmədinizsə, yenidən imtahanlara girə bilirsiniz ki, mənim də başıma gəlib. Yəni bir imtahanı olub ki, birinci imtahandan balı bəyənməmişdim və ona görə ikinci dəfə girdim. Və sonra isə şifahi imtahanlar, yəni dediyim kimi, imtahanlar əslində yaxşıdır. Bu cəhətdən ki, sizə çox şans verirlər. Amma təəssüf ki, burada imtahanların hamısı şifahi olur. Hamısı dediyimdə 99%də ola bilər ki, məsələn, mən İtaliyada birinci ildə 12 və 14 fəndən imtahan vermişəm. Onun sadəcə biri yazılı imtahan olub. Qalan hamısı şifahi olub. Şifahidə necə olur? Professorla oturursunuz üz-üzə və 20 dəqiqə müddətində professor sizə istənilən yerdən istənilən sualı verə bilər. Çətindirmi? Bəli, çətindir. Amma bu nəyi öyrədir bizə? Oradakı bütün dərsi detallı şəkildə öyrənməyi və daha çox da, yəni əzbərləməkdən də kənar, yəni bir mövzunu əzbər danışmaqdan da kənar, onu həqiqətən öyrənmişikmi və yaxud da ki, dərslər arasında inteqrasiya edə bilirikmi? Çox önəmli olan mövzu budur. Amma ən problemli dostlar desəz ki, proses hansıdır? Mən deyərdim ki, bürokratiya işləri. Təəssüf ki, çox yavaş gedir işlər. Siz məsələn ora gedən kimi siz orada müxtəlif sənədlər almalısınız, hansı ki, yaşam icazəsi üçün. O da nə deməkdir? Məsələn, siz əgər gəlib ölkədə 30 gündən artıq qalırsınızsa, artıq sizin yaşam icazəniz olmalıdır. Sizin belə desək ki, yəni ki, o həmin ölkənin bir illik məsələn verdiyi şəxsiyyət vəsiqəsi olacaq və ilk gedən kimi də əgər soruşsaz ki, mən ilk ayağımı basan kimi, yəni ora hansı sənədi almalıyam? Bu da Codice Fiscale'dir. Çalışın ki, getməmişdən əvvəl orada onlayn görüş götürmək olur. Bu da nə deməkdir? Codice Fiscale deməli bir səhv etmirəmsə 16 ya da 15 rəqəmli koddur. Siz bu kod olmadan ölkədə heç bir iş görə bilməzsiniz. Adicə, yəni ki, bank kartını belə siz ala bilməzsiniz. Bank kartı da gedən kimi sifariş verin mütləq. Çünki orada bir müddət sizə birazdan təqaüd üçün şərt qoyacaqlar ki, kartınızı yükləyin və bank kartı çox gec gəlir. Yəni 15 günə, 20 günə, hələ biraz da gec gedirsinizsə, yəni çalışın ki, bank, yəni bir Codice Fiscale'dir, bu koddur. Adicə məsələn indi Google-lasaz ki, Codice Fiscale, amma olduğunuz şəhər üçün götürün o deadline, appointment-ı. Bilirsiniz necədir? Yəni ki, asan xidmət kimi gedəcəksiniz, götürəcəksiniz, yəni sırada gözləyəcəksiniz, gün götürürsünüz. Sadəcə bizdə asanı necədir? Biz random şəkildə istənilən an gedə bilirik, amma orada elə deyil. Əvvəlcədən gün götürməlisiniz. Gün götürmədən getsəz də ki, düzü mən gün götürmüşdüm, sadəcə biraz gecikdi. Məsələn, 17-sinə götürmüşdüm, getdim 14-ü mən onlara yaxınlaşdım ki, bəs xahiş edirəm, mən tez biraz qabağa salın mümkündürsə, biraz orada da yenə Azərbaycanlı olduğumu göstərdim. Dedim ki, xahiş edirəm, məni biraz qabağa salın. Çünki mən həqiqətən gecikirdim. 17 mənim üçün gecikmiş əslində sayılırdı. Çünki mən biraz İtaliyaya gec getmişdim normadan. Onlar da mənə dedilər ki, okey, gözlə.
birinci əslində çox belə neqativ yanaşdılar. Sonra dedilər ki, yaxşı gözlə. Mən bir saat yarım deyəsən gözlədim. Sırasız məni içəri saldılar. Sağ olsunlar. Yəni ki, yadınıza saxlayın, Codice Fiscale mütləq getməmişdən öncə appointment götürün və deyilən saatda da orada olun. Və yenə dediyim kimi, Codice-ni alandan sonra artıq bank kartı götürəcəksiniz. Hətta siz Codice o qədər önəmli bir sənəddir ki, dostlar. Siz onu almasanız, məsələn, ev kontraktı imzalayacaqsınız. Kontrakt olmadan o tam rəsmi sayılmır. Düzdür, belə sözdə deyəcəksiniz, evə gələcəksiniz, amma ki, ev sahibi sizdən Codice Fiscale-ni istəyəcək. Və kontraktınızda olmaz. İndi deyə bilərsiniz ki, yaxşı kontrakt olmadı. Deyək ki, kontraktımız olmadan biz sadəcə evə yerləşdik. Kontraktda olmasa, siz son təqaüd üçün sistemə ev kontraktı yükləməlisiniz. Rəsmi olmayan bir şeyi yükləsəniz, təbii ki də sizə təqaüd düşməyəcək. Yəni ki, hər şey Codice Fiscale ilə başlayır. Mütləq ki, mən gedən kimi, getməmişdən hətta əvvəl Bakıdan birinci appointment götürün orada və sonra ora gedəndə isə işlərinizin, yəni arxasınca gedin və oranın yerləşdiyi mərkəzdə biraz şəhərdən uzaqdır. İndi yəni ki, ya basla ya da özünüz gedəcəksiniz. Yəni ümumiyyətlə burada iş yerləri də ya da ki, necə deyim, rəsmi bürokratiya mərkəzləri mərkəzdən uzaq olur. Ona görə də indidən bilin. Aha, biz tələbə olaraq necə qənaət eləyə bilərik? Dostlar, birinci onu deyə bilərəm ki, tələbə olaraq, əgər təbii ki də siz hər gün restoranlarda yemək yeməyi düşünmürsünüzsə, çalışın ki, özünüz evdə hazırlayın, gündəlik, yəni həftəlik bazarlığınızı eləyin. İndi siz ola bilər ki, marketdən uzaq, yaxın yerləşəsiniz. Yəni ki, bunu yəni ki, həftəlik eləsəz, təbii ki də sizə daha sərf eləyər və günün sonunda eləsəz, axşam saatlarında eləsəz daha yaxşı olar. Və bunu da bölüşmək istəyirəm. Deməli, bir app var, Too Good To Go. Bu app hər gün bura restoranlar özlərində, məsələn, əgər sonda qalan yeməkləri ya da indi baxır hansı yerdə ora, şirniyyat yeri ola bilər, adi sandviç yeri ola bilər ki, və yaxud da ki, başqa, hətta marketlər də ola bilər. Günün sonunda qalan paketləri çox endirimlə verirlər. Məsələn, deyək ki, normalda, hətta mən bunu bəzən Starbucks-da da eləyirdim. Məsələn, sadəcə sizə bir nümunə verəcəm. Məsələn, normalda 8 avro olan bir sandviç, axşamları To Good To vasitəsilə, amma applicationda baxırsınız, siz ona da appointment götürməlisiniz ki, mən axşam gələcəm, yəni ki. To Good To vasitəsilə təsəvvür edin ki, biri 8 avro olan bir sandviçi təqribən 1 avroya falan düşür. Deyə bilərsiniz ki, bunun da səbəbi nədir? Çünki İtaliyada ümumiyyətlə Avropada əslində belə bir şey varsa ki, əgər qida gün ərzində bitmədisə, gün ərzində bitməlidir. Gün ərzində bitmədisə, bu təbii ki də bu sahibkara problemdir. Yəni onu aya atacaq ya da heyf olacaq. Amma elə eləyirlər ki, çox adicə cüzi miqdarda olsa, onlar satılsın və həqiqətən də narahat olmayın. Yəni köhnə olmurlar. Yəni gündəlik qalanlar olur və mən dadmışam bir kere. Hətta meyvə tərəvəzdə çox şey yarayır. Yəni mağazalarda sırf o baxırsınız da o grocery yerlərində, yəni ki, çox mənim işimə yarayırdı. Təbii ki, hər gün eləmirdim, ehtiyacım da olmurdu, amma ki, bəzən əgər olur ki, başqa dadlar almaq istəsəz ya da istəyirsinizsə olur. Məsələn, mənim yadımdadır ki, mən 5 avroya Starbucks-dan çox böyük bir paket almışdım. İçərisində şirniyyat da var idi, yəni hər şey var idi. Sandviçlər də var idi, hər şey. O həmin gün mağazada olan nə varsa axşamı sizin paketinizdə olur. Və dediyim kimi, xüsusi olaraq imtahana gəldikdə isə yenə də 30 bal sistemindən 18 bal keçid balıdır, amma təəssüf ki, heç kimsə 18 balı verməyəcək. Belə bir şey var ki, professorlar bilirlər ki, biz bir neçə dəfə imtahana daxil ola bilərik. Əgər siz 18 bal sadəcə yığmağa hal-hazırda ona layiqsizsə və professor düşünürsə ki, siz daha yaxşısını eləyə bilərsiniz, sizə o balı yazmır. Çox nadir hallarda mən görmüşəm ki, düz 18 bal yazarlar. Yəni, ya deyir ki, sizə 25-dən yuxarı verir balı, ya da deyir ki, get bir də gələrsən. Yəni, professorların ən sevdiyi sözdür. Get bir də gələrsən, hazırlaşıb gələrsən, daha yaxşı hazırlaşıb gələrsən. Amma yəni ki, olur, bəzən 21-22 verənlər də olur, amma yəni necə deyim, burada var,
bizdədir, səhv etmirəmsə, ya da 17 ya da 18-lə keçid eləyirlər. Yəni ki, o elə bir şey yoxdur da. Yəni ki, əslində var, qanunən var. Amma sadəcə professor deyir ki, get daha yaxşı hazırlaş. Yəni təbii ki, hər kəs sizdən daha yaxşı hazır olmağınızı istəyir. Yenə dediyim kimi, problemlər arasında həddindən artıq bürokratiyanın olmasıdır. Mənzil problemidir. Dostlar, təqaüdümüzün həqiqətən 70-80% sadəcə mənzilə gedir. Bu çox çətindir. Yəni necə olur? Mənzili necə tapırsınız? Mən mənzili tapıb getmişdim. İtaliya qrupları olur. İstər Azərbaycanlılarınız olsun, istər xaricilərin olsun. Deməli, götürürsünüz, bir şablon, bir mesaj hazırlayırsınız. Necə bir ev istəyirsiniz? Yəni ki, shared roomda, single roomda və yaxud da ki, büdcəniz nədir? Büdcə də nəzərə alın ki, aylıq, yəni ən yaxşı halda 600-700 manatdan başlayır. O da shared roomlarda. Yəni ki, buna bir mesaj hazırlayırsınız. Ya da ki, məsələn, hansı tərəfdə qalmaq istəyirsiniz? Ya da ki, belə bir şeylər var ki, sizin korpusunuz, məsələn, korpusunuz deyək ki, məsələn, engineeringdir, mühəndislikdir. Ümumiyyətlə, burada korpuslarda çoxdur və hər birindən uzaqda yerləşirlər. Mənim evim korpusuma 30 dəqiqə piyada məsafədə yerləşir. Mən şəhərin mərkəzində qalıram, yəni evi elə tutmuşam və mənim universitetimdə biraz uzaqdadır. Yəni 30 dəqiqə falan mən piyada gedirəm və bir dənə də gülməli bir şey deyim ki, mən ora gedəndən nə çox belə qatar, avtobus falan heç nə istifadə eləmirəm. Ümumiyyətlə yeriməyi sevən bir insanam və yeriyirəm də. Çünki yollar çox rahatdır. Deyə bilərsiniz ki, həm özüm yeriməyi sevirəm, çox yürüyüş eləməyi sevirəm, həm də ki, onlar o qədər piyada üçün rahatdır ki, mənə düzü çox rahat gəlir. Yəni onsuz da mən günlük 10.000 addım atıramsa, yəni rahatlıqla mənim üçün çox rahat olur. Hətta avtobus mənim üçün daha sıxıcıdır, nəinki yerimə. Çünki avtobuslar həqiqətən ləng işləyir, gec gəlirlər. Yəni bu problem var. Transport o qədər də mənim xoşuma gəlmir və orada vaxt itirəcəyimə eyb yox. O açıq havada 30 dəqiqə yəni gəzmiş oluram. Bir daşdan iki quş vururam, həm də ki sağlamlığımın qeydinə qalıram əslində. Mənzil yenə dediyim kimi və maklerlər olur. Maklerlər, düz deyirəm yəni ki, bu yəni ki əvvəlcədən siz italyanlarla danışırsınız, İtalyan maklerlərlə danışıb, onlar sizə ev təklifləri eləyirlər. Bəli, orada da olur, amma təbii ki siz maklerə əlavə ödəniş ödəyəcəksiniz. Yəni ki bu qaçınılmazdır. Evdə çalışın ki aldadılmayasınız, çalışın ki skamlanmayasınız. Bəli, ev prosesi çətin prosesdir. Elələri olur ki, amma belə eləyənlər də var. Mənim bəzi dostlarım var ki, gəldilər İtaliyaya məsələn, 5-10 gün oteldə qaldılar və sonra o 5-10 gün müddətində ev axtardılar şəhərin içində də. Yəni olur, elə də gəzə bilərsiniz. Sadəcə mən düşündüm ki, yəni mən də tapmasaydım, düzü gedib mən də oteldə qalıb və yaxud da ki, nə bilim, bir yerdə qalıb axtaracaqdım. Amma mən artıq danışıb getdim. Düzdür, o da ayrıca bir istoriyadır ki, mən o geri gedəndən sonra ora zəng eləyirəm, açmırdılar falan. Dedim, 100% məni aldatdılar. Düzdür, pul göndərməmişdim. Bir də mən əvvəlcədən pul göndərməyi tövsiyə eləmirəm. Düzdür, bəzən olur, bəzən yox. 70%, 60% hallarda istəyirlər pulu əvvəlcədən. O da məsələn, nə bilim, 300 avro, 200 avro ki, ya makler pulu, ya necəsə, yəni əgər gec biraz, yəni evi tutmaq üçün də, bronlamaq üçün təhlükəlidir. Düzü mən atmamışdım. Mən ora gedəndən sonra atdım onlara. Yəni atırsınızsa da əmin olun ki, yəni düzgündür. Məsələn, əgər orada İtalyan dostunuz varsa, İtalyan dostu olmasın və yaxud da İtaliyada yaşayan dostunuz varsa, tutaq ki, mən evi dəyişmək istəyirəm indi, bir ev tutmuşam. Mən dostuma zəng eləyirəm ki, sən gedib bir dənə o evi çək eləyə bilərsən ki, həqiqətən o ev var orada. Yəni ya da ki, həqiqətən məsələn indi evdirsə, deyək ki, tək evi götürmürəm. Yəni bu çox bahadır, bilirsiniz ki. İndi içində kimsə yaşayır da, və başqa student tələbələr də var və ona görə də yəni mütləq ki, kiminəsə yoxlatdırmağınız daha yaxşıdır. Məsələn, mən də belə eləmişdim. Mən Azərbaycanlı bir xanıma zəng eləmişdim ki, yəni zəhmət olmasa gedin baxın da, çək eləyin bir dənə sizdən. O da çək eləmişdi. Ondan sonra arxayın oldum ki, okey də, yəni good. Bura gedə bilərik biz artıq. Məsələn, mən də başqa dostlarıma eləmişəm. Mənim
olub ki, biraz gec gələn yaxınlarım olub, ya nə bilim, başqa uşaqlar olub və yaxud da ki, sadəcə qruplara yazırsınız. Kimsə indi bir köməksevər bir dost çıxar da, bir köməksevər bir insan çıxar da yəqin ki və onunla danışsanız, bir əlaqə yaratsanız, mütləq çək eləyin. Yəni ki, yəni hər şeyi qırağa qoyuram, amma ev söhbətində çox ehtiyatlı olun dostlar, çox ehtiyatlı olun. Yəni ki, aldatmaq istəyən insan çoxdur. Dil bariyeri dediyim kimi, yəni biz uşaqlıqdan bəri ingilis öyrənirik. Mən özüm də çox ingilisinə meyilli öyrənmişəm. Bakalavrı ingilisində oxumuşam, işlədiyim hər şey ingilisdir. Yəni ingilislərlə işləyirdim və bir anda gəldim, mən düşdüm italyanların arasına. Gələndə dili bilmirdim təbii ki də, indi biraz bilirəm. Amma dil öyrənmək üçün heç bir effort sərf eləməmişəm. Düzü boynuma alıram, yəni qəbul edirəm, etiraf edirəm ki, çünki düzü universitetim mənim ingilis dilində idi və hər şey ingilis dilində idi, amma ingilis bu problem yaradımı bəli, dili bilməməyim. Çünki hər kəs ingilis dilini orada bilmir. Hətta deyərdim ki, daha azdır. Hətta Bologna mənim olduğum Bologna şəhəri daha tələbə şəhərçi idi, daha tələbələr daha çoxdur. Onunla belə yenə də yəni problemlər olur bəzən. Məsələn, marketlərdə olur %100. Ən əsası da bürokratiya işlərində, yəni bu insanlar bilmir, həqiqətən bilmir və həqiqətən problemlər yaranır. Yəni ki, elə olur ki, himcimlə nəsə izah eləməyə çalışsan, ya da məsələn mən bank kartı almağa gedəndə yadımdadır ki, sadəcə bir nəfər orada ingilis dilini bilirdi. Yəni onda məşğul olurdu bəzən şey, yəni problemlər olurdu. Yəni biraz dili öyrənib, biraz ən azından IQ səviyyəsində gəlsəz, əla. Sadəcə mən biraz, yəni necə deyim də, o məcbur qalmadıqca öyrənmirik. Mən də biraz universitetim ingilis dilindədir, dost çevrəm ingilis dilindədir, ingilis dilində danışırıq da, yəni ki. Amma İtalyan dilini bilsəz, gəlib iş rahatlıqla, yəni demirəm təbii ki də, indi bilmirəm necə bir iş axtarırsınız, amma məsələn, İtalyan dilini bilməməyiniz sizi tamamilə işdən kəsir. Yəni ingilis dilində iş tapa bilmirsiniz. Hətta mən deyərdim ki, İtaliyada oxuyan Azərbaycanlıların yəni ki 99% işləmir. Adicə məsələn belə deyək də, necə deyim, coffee shoplarda falan. Yəni biz təbii ki onlar da dəyərli işlərdir, amma məsələn də biz indi baxırıq ki, orada bəlkə işləyə bilərəm falan. O belə əslində çətinliklə tapılır, heç tapılmır demək olar ki. Amma dili bilsəz ola bilər. Yeri gəlmişkən bizim Azərbaycanlılarla, şəxsən mənim və bir neçə dostumun yaratdığı qruplar var. Bolonya'da, Bolonya Azərbaycanlılarını biz yığmışdıq bir yerə. Keçən may ayında səhv etmirəmsə, may ayında bizim görüşümüz oldu. Piknik görüşü. Yəni ki, gəlsəz, mütləq ki bizim qrupumuza da qoşulmağı unutmayın. Çünki bir yerdə biz görüşürük. Bacardığımız qədər təbii ki də müxtəlif aktivitetlərdə eləməyə çalışırıq bir yerdən. Ən azından bizim qruplarımız olur və bir sualımız olanda artıq təcrübəli. Məsələn, mən də gələndə birinci il təbii ki təcrübəsiz idim və bir çox şey bilmirdim. Özümdən daha, yəni artıq bir neçə il oxumuşlardan soruşurdum. Yəni təbii ki də hər kəs bir-birindən öyrənir, belə deyək. Bunu yenə dediyim kimi sizdə sistem çox ləngdir. Həqiqətən İtalyanlarda bir ifadə var, dolce vita, bilirsiniz. Yəni onlar sadəcə həyatı dərindən yaşayırlar. Buna görə də çox uzamalar olur. Məzuniyyət isə yenə dediyim kimi tezis prosesi sizə 6-7 ay, məsələn, indi ikinci kursun, mən ikinci yarısına, yəni yanvardan sonra artıq mən dərslərə qoşulmayacağam, yəni dərslərimiz olmayacaq ümumiyyətlə. Çünki bizim tezis yazma prosesimiz başlayacaq və bu da uzun prosesdir və hətta siz istəsəniz gedib bu tezisi xaricdə, başqa bir ölkədə də yaza bilərsiniz. Ona görə də, yəni belə, çalışın ki, tezis prosesində vaxtında eləyin, vaxtında bitirin. Çünki əgər uzanma olsa, bu sizin artıq universiteti uzatmağınız deməkdir. Universiteti uzatmaq olur, 3-cü ilə qalmaq bəli olur, amma yenə də yəni ki, bu artıq mənim sizə deyəcəklərimin sonuna yaxınlaşırıq. Yəni ki, İnanın ki, problem həmişə var, indinin özündə də var. Mən indi yeni sənədlər yığmağa çalışıram. Çünki bunu da deyim əlavə olaraq ki, birinci il sənədi yığırsınız, okey, qəbul aldınız, təqaüd aldınız və mən indi ikinci ili başlamışam yenidən yığmağa. Çünki burada hər il müstəqildir. Hər ilin öz sənəd yığma prosesləri var. Amma problem həmişə var dostlar. Əsas məsələ sənin o problemə təslim olmağın deyil, onları idarə edib öz xeyrinə çevirmək bacarığındır. Mən bilirəm ki, bu ərifələrdə anxiety'lər çox yüksək olur, stres çox yüksək olur. Hətta bəzən düşünürük, ayda hər şey elə bilməyim başıma gəlir, amma inanın ki, siz nə qədər inadkar olsanız istəklərinizə qarşı,
ardınca getsəniz arzularınızın hər zaman bir yolunu tapacaqsınız. Və ə, həqiqətən də sadəcə öz yolunuzdan gedin. Hər birimiz 23 kiloluq bir baqajla başlamışıq. Gedəndə çox çətin olacaq. Gedəndə problemlər olacaq. Bəlkə bir homesickness deyirlər də. Yəni ki, biz evimiz üçün çox darıxacağıq, ora adaptasiya ola bilməyəcəyik. Amma sizə bir etiraf edeyim dostlar. Mənim üçün də gedəndə çox çətin idi, amma indi qaydanda məsələn mən artıq İtaliyadan qayıtmaq mənim üçün çox çətin idi. Hətta gələndə kövrəlirdim ki, ay mən bir də 2 ay sonra qayıdacağam. Düzdür, öz evimə də gəlmək istəyirdim, amma o evimi də buraxa bilmirdim və həqiqətən əmin olun ki, sizin üçün orada ev olacaq və evə çevriləcək. Və sonda demək istəyirəm ki, uğur və şans həmişə sizinlə olsun. Dəstəyə ehtiyacınız olsa, hər hansı bir suallar və yaxud da ki, burada qaranlıq qalan bir məsələlər olsa, məni Instagram və LinkedIn səhifələrindən yaza bilərsiniz, izləyə bilərsiniz. Aha, mənim deyəcəklərim bu qədər idi. İndi isə biz keçə bilərik əsas suallarımıza. Amma səhv etmirəmsə suallar artıq gəlib. Siz də suallarınızı yaza bilərsiniz və mən burada sona qədər cavablayacağam sualları. Ülker xanım yazıb ki, salam Əfsanə xanım, salam. Viza üçün sponsorların maddi göstəriciləri minimum nə qədər olmalıdır və ikinci dərəcə ailə üzvləri valideynlə paralel sponsor ola bilərmi? Düz əgər valideyni qoyursunuzsa, ehtiyac yoxdur qıraq adamları qoymağa. Dostlar, xüsusi olaraq vizanın İtaliya sənədində belə bir şey yazılıb ki, sponsor olaraq birinci dərəcəli olmalıdır sadəcə. Birinci dərəcəlidə təəssüf ki, sadəcə yəni ana və atanı sayırlar. Bu sənəddə belə yazılıb. Amma belə bir şeylər var. Bəli, belə кейslər var. Mən də görmüşəm, mən də şahid olmuşam ki, məsələn, əmisini qoyub alanlar olur, dayısını qoyub alanlar olur, nənəsini qoyub alanlar olur. Yəni ki, risklidir. Başa düşürəm, risklidir, amma ki, əgər qoyma şansınız varsa, qoya bilərsiniz. Yəni ki, amma çalışın ki, ən azı ya anadan, ya atadan kimisə mütləq qoyun. Yəni ki, mütləq şəkildə qoyun. Çünki problem yaradılar. Hətta bacı qardaşı belə. Mən intervyuda, yəni ki, yadımdadır ki, mən 3 nəfəri qoymuşdum. Mənim sadəcə atama baxdılar. Yəni dedi ki, əslində biz sadəcə ailə üzvü olaraq ataya baxırıq. Amma o birisi sənədlərimi yenə də götürdülər və yenidən səfirliyin digər şöbəsinə getdi. Səhv etmirəmsə, onlar çək eləyəndən sonra yəni mənə qəbul verdilər. Mən də yəni maliyyə olaraq da dostlar, bilirəm, biraz harsh səslənir, amma ki, çalışın ki, yəni, əsas odur ki, əslində, məsələn, siz tutaq ki də, ananızın 600 manat maaş aldığını da qoysanız, 600 manat bəlkə də problem deyil. Əsas odur ki, o rəsmi gəlir olsun. Yəni, məsələn, mənim anam, belə deyək də, mənim anam 600 manat qazanır, siz gedib intervyuda deyirsiniz, sizə heç kim inanmayacaq, siz düz olsanız belə. Çünki deyir ki, bizə sənəd göstər, biz nə bilək ki, sən yalan danışmırsan. Sənəd şəklində, təsdiq şəklində qoymadığınız heç bir şeyi qəbul eləməyəcəklər. Yəni, səfirliyin bir problemi budur ki, problem də əslində deyil, düz eləyirlər bəlkə də ki, yəni, hər şeyin rəsmi şəkildə təsdiq olmalıdır. İkinci sual, Royal bəy, yəni əgər professor bizim layiq olduğumuzdan az bal yığsaq, çox bal verir. Yox, mən elə bir şey demədim. Yox, əgər ki, məsələn, tutaq ki, gəlmişsiniz, siz mənim professorla oturmuşuq, mən tələbəyəm, mən cavab verirəm bugün 30 baldan 18'lik. Yəni, pis cavab da vermirəm, yəni heç aşağıda da deyiləm də, susub baxmıram da, amma o da deyiləm də, yəni yaxşı cavab da vermirəm. Mənə deyir ki, sən 18'liyə layiqsən, 18'sən, amma mən sənə 18 verməyəcəm. Get, hazırlaş, yenidən gəl və mən sənə 20'dən yüksək. Əslində professorlar sizə yüksək bal verməyə çalışırlar və inandırım sizi ki də, əgər məsələn bir uşağa desəz ki, tələbəyə desəz ki, sən 20 almısan, o bundan razılaşmır tələbə, yəni İtaliyada və İtaliyada mən tək İtalyanlarla yox, İtalyanlar da var qrup yoldaşım, amma yəni dünyanın hər bir yerindən Hindistan, Kanada, elə İtalyanların özü, Türkiyədə var, yəni bir çox yerlərdən gələnlər var. Bəli, tələbə vizası ilə gedin, onsuz da tələbəsinizsə, tələbə vizası ilə getmək ən məntiqlisi və ən uğurlusudur, amma
başqa viza ilə, yəni siz tələbə vizası Şengeni nəzərdə tutursunuz. Onsuz da hər birimiz Şengen alacağıq. Amma bəli, tələbə vizası D vizası ilə ala bilərsiniz. Mən bunu sosial medialarımda da paylaşıram bəzən bu tipslər olaraq ki, tələbə vizasını və siz görüş günü ən gözəl özəlliyi odur ki, görüş günü götürməyinizə ehtiyac yoxdur. İstənilən an sənədinizi yığırsınız və gedirsiniz VFC-yə ki, buyurun, bu mənim tələbə sənədlərimdir və cavablar da 21 iş gününə, bu da yəni təqribən 1 ay eləyir onsuz da. 1 aya çıxır və həqiqətən də məndə də elə çıxmışdı. Nigar xanım yazıb ki, salam, DOV sənədini vizadan öncə almalıdır. Bəli, DOV sənədi olmasa vizadan sizə rəcəq verəcəklər. Bəli dostlar, bəzi universitetlər var ki, məsələn, Bologna Universiteti bu universitetlərdən biridir. DOV sənədini istəyir. DOV da nə deməkdir? Declaration of Value. Yəni ki, bu sizin həqiqətən o universitetdən qəbul aldığınıza dair sənəddir. O universitet sənədi də viza üçün çox önəmlidir. Mənim bəzi tanıdığım insanlar var ki, sırf hər şey əla, super, DOV sənədini qoymadığı üçün reject alıblar. Bir də gedib DOV sənədini universitetdən istəyiblər. DOV sənədindən necə istəyirsiniz? Universitetə e-mail yazırsınız və təəssüf ki, DOV sənədini gec göndərirlər. Məsələn, mənim DOV sənədim təqribən 20 günə gəldi deyəsən. Amma belə qaça-qaçda olanda dostlar, inanın o 20 gün sizə, yəni 20 ay kimi gəlir də. Çalışın, amma bir həftəyə göndərilənlər də olur. Biraz bu universitetdən asılıdır. Məsələn, hətta biz çox e-mail də yazırdıq, yenə də ona cavab da vermirdilər artıq bir müddətdən sonra. Çalışın ki, ona görə DOV sənədini tez alasınız. Qəbul alan kimi yazın ki, DOV sənədini mən istəyirəm. Elvira xanım, bildiyim qədərilə MAEC və İT 4-cü kursda müraciət etmək olmur, DUS-u da alınmırsa, başqa alternativlər nə ola bilər? 4 dənə Ergo da olur, DUS-u da olur. Nəyə görə DUS-unu düşünürsünüz ki, bilmirəm. Yəni, düzü mən belə bir şey eşitməmişəm, amma ki, DUS-u olur, yəni ona da müraciət edə bilərsiniz, Ergo-ya da ola bilir. Əgər düşünürsünüzsə ki, yəni diplom, amma olur. Yəni olur, DUS-u, Ergo, bunlar olur, yəni narahat olmayın. İtaliyada da nə qədər Azərbaycanlı var idi ki, birbaşa universiteti qutarıb gəlib. Mehmet bəy, Bologna Universitetində tibb fakültəsi haqqında ətrafına orada tibb proqramı tədris hansı dildə aparılır, proqram neçə il davam edir, klinik təcrübə nə vaxt başlar və tələbələr hansı imkanlardan yararlana bilər? Aha, mən bunu bildiyim qədərilə cavablandıracağam, çünki mən tibb tələbəsi deyiləm. Təəssüf ki, yəni bu detallı bilmirəm, amma mən bildiyim qədərilə cavablandıra bilərəm ki, bəli, tibb var. Tibbdə oxuyan mənim bir türk tanışım var, amma o bakalavrda oxuyur. Yəni təbii ki də magistra gəlib, yəni o tamamilə fərqli bir prosesdə, səhv etmirəmsə, yəni gəlib magistrda tibbi o davam elətdirə bilməz. Amma bakalavr kimi düşünürsünüzsə, yenə də deməli belə olur. Siz məktəbi qutarandan sonra həmin universitetin, yəni Bologna Universiteti sizə səhv etmirəmsə imtahan eləyir. Və bu imtahanlarda canlı şəkildə olur. Məsələn, ola bilər ki, Azərbaycanda bir yer var, sizi ora göndərir ki, imtahan bugün, məsələn, dində necə olur, məsələn, məktəblərə göndərirlər də bizi. Orada da elədir ki, ola bilər ki, sizi hər hansı xüsusi təyin olunmuş bir yer olur, ora göndərirlər və orada imtahan verirsiniz. Kimya, biologiya, fizikadan imtahan verirsiniz. Yəni, əslində bizimkinə biraz oxşuyur və orada minimum əgər keçəndən sonra artıq siz davam edə bilərsiniz. Təəssüf ki, mən klinik təcrübə haqqında artıq sizə məlumat verə bilməyəcəm, çünki bu haqqda mənim detallı məlumatım yoxdur. Ayşə xanım, təqaüdü hansı aydan sonra əldə edə bilərik? Aha, gözəl sualdır, dostlar. Təqaüd Ergoda, DUS-da dekabrda gəlir, ən tez halda. Yəni ki, dekabr 3 dəfə verirlər. Dekabrda, martda və iyun ayında verirlər. Yəni ki, sizin aldığınız bu ümumi məbləğ 3 dəfə verilir. 3 dəfəyə verilir sizə. Birbaşa verilmir. Yəni ki, minimum nə qədər məbləğə getmək məsləhətlidir təqaüd alana qədər. Bəli, bu da çox gözəl və çox önəmli bir nöqtədir toxunmaq üçün. Getmək üçün dostlar, mənim fikrimcə, yəni ilk başda biraz sizin xərciniz çox çıxır. Soruşa bilərsiniz niyə? Çünki evə çox pul gedir və məsələn ev gedən kimi siz makrellərə pul verəcəksiniz. Evdə bəzi şeylər var. Məsələn, sığorta üçün sizdən evin sığortası üçün pul alacaqlar və yaxud da ki, bir kompaniya ilə işləyirsinizsə, kompaniya pul ödəyəcəksiniz və gedəndə yaşam icazəsi üçün dediyimi sizə kodici fiskali alırsınız. Onun ümumi məbləği də 120 avrodur, səhv etmirəmsə. Yəni biraz gedəndə pul çox çıxır. Təqribən mən deyim ki, sizə
Və bəzən olur ki, evlərin pulunu məsələn 2 ayı, 3 ayı birdən istəyirlər. Bu da ola bilər. Məncə bir 2000 avro ilə getsəniz, yəni bu 2000 avro da çox deyil əslində. Yəni orta məbləğ sayılaraq 2000 avro məncə sizə lazımdır. Çünki gedib orada məsələn ola bilər ki, gedib sizin heç qaldığınız yerdə, yəni ki, ən sadəsi bir üstünüzü örtməyə bir şey belə olmasın və yaxud da ki mənim başıma gəlib həqiqətən mən yastığımı, yorğanı və getdiyim ayda soyuq ay idi. Hamısını sıfırdan almışam, amma elə evlər var ki, orada verilir. Amma yenə də yastığı əvvəl axır özünüz alacaqsınız da, onsuz da. Yəni yastıq elə bir şeydir ki, onu özünüz almalısınız. Ya da ki məsələn qab-qacağı, mən hamısını sıfırdan yığmışam orada. Yəni ona görə təbii ki də xərc biraz çox çıxır. Məmməd bəy, mən hal-hazırda UNEC-də ekologiya ixtisası üzrə təhsil alıram və bu il 3-cü kursa keçəcəm. Gələcəkdə Bakı Universiteti üzrə təhsil almağı planlayıram. Əla. Zəhmət olmasa mən sizə indidən hansı sənədləri yazmağa başlayım. Həmçinin əgər təhsil ingiliscəsə, ingilis dili üzrə hansı səviyyə tələb olunur? Buna hansı sertifikat testi? Əvvəlcə məsələni anlamadım. Hazırki mərhələdə nələrdir ki? Okay, gəlin belə deyək. Siz mən amma tam başa düşmədim ki, tibbi bakalavrdan oxumaq istəyirsiniz. Tibbi bakalavrdan oxumaq istəyirsinizsə, siz bir imtahan olacaq, imtahandan keçməlisiniz, Bolonyanın özünü təşkil elətdiyi. Bəli, ingilis dilində olacaq, İtalyan dilində də ixtisaslar var, amma məncə ingilis dilində yəqin ki olacaq, seçəcəksiniz international tələbi olaraq. Və sənədlər isə əgər baxır indi hansı sənədlər deyirsiniz, universitet üçünmü, yoxsa təqaüd üçünmü? Təqaüd üçünsə ailə gəlirlərinə dair sənədlər, yəni evdəki insanların sayı, yəni bu detallar lazımdır. Amma universitet üçün istəyirsinizsə, yəqin ki sizin lazımdır ilk öncə universitet məktəbi qurtardığınız, əgər bakalavra gedirsinizsə, məktəbi qurtardığınızda attestatınız, yəni ümumilikdə və yaxud da ki o Bolonyanın təşkil etdiyi imtahanı verəcəksiniz. Ən önəmlisi odur ki, o imtahanı keçərsiniz əslində. Əfsunə xanım, üzr istəyirəm. Bəli. Təşəkkür edirəm öncəliklə bu gözəl seminar üçün. Sadəcə bunu da qeyd etmək istəyirəm ki, hazırda bizdə ASAP-ın Instagram səhifəsi üzərindən də canlı yayım gedir. Orada da həmçinin bizi izləyən gənclərimiz var. Buradan onlara səslənmək istəyərdim ki, əgər sizin belə sizə hər hansı bir sualları olarsa, bizə mesaj bölməsindən göndərə bilərlər. Biz oradan sizə artıq yönləndirəcəyik, elə cavablandırarıq. Təşəkkürlər. Sağ olun, çox sağ olun Nait bəy. Aha. Harada qalmışdıq? Tip tələbələr üçün təhsili yarımçılıq işlə birgə davam etdirmək nə dərəcədə realdır? Yenə dediyim kimi, mənim orada oxuyan bir tanışım var idi, tibbdə oxuyan və onların intern götürmə şansı var idi. Bəli, belə bir şey olurdu. Yəni ki, təbii ki, onlar o səhv etmirəmsə ödəniş heç almırdılar. Sadəcə könüllü şəkildə məktəblər xəstəxanalara göndərirdilər və xəstəxanalarda, yəni istəyirsinizsə, hətta mənim yadımdadır ki, o bir müddət həm dərsdən, həm bu internshipdən elə bil aparmağa çalışdı. Sadəcə bir müddət sonra çox yoruldu. Həqiqətən də medicine, tibb orada çox çətindir mənim başa düşdüyüm qədərilə, xüsusilə bakalavrda. Çünki çox detallıdırlar, çox hər şeyin üstünə düşürlər. Ona görə də yəni mən İtaliyanı məsələn tibb üçün tövsiyə eləyərəm. Çünki mən özüm görürəm ki, çox detallı yanaşırlar. Vizanı neçə gün aldım? Vizanı belə yazılıb ki, yenə də bu dəyişir. 21 gün sizə rəsmi olaraq deyirlər dostlar. Sadəcə 16 günə də alan olub. Mənim belə bu кейsi də görmüşəm. Bir aya alan da olub. Bir aydan çox da alan olub. Yəni həqiqətən mənim bir gördüyüm insan var idi ki, bir ay 15 yoxsa 20 günə mi gəldi ki, bu çox uzun bir haldır həqiqətən də. Amma sonda cavab aldı, pozitiv cavab aldı. Amma yenə də gec gəldi. Mən düşünürəm, biraz deyəsən random olur. Hətta özləri də deyirlər ki, düzdür, siz səfirliyin bu dəqiqə saytına girsəz yazacaq ki, tələbələr üçün 21 iş gündən. Amma ki, özləri də deyirlər ki, yəni hər an ola bilər. Yəni təbii ki, 10 gündən 15 günü keçəndən sonra məncə artıq gözləyin. Sizə call eləyəcəklər və orada sizi intervyuya da çağıra bilərlər. İntervyusuz da sizə deyə bilərlər və gülməli, maraqlı olan nədir? Orada demirlər ki,
cavabınız hə və ya yoxdur. Deyirlər ki, gəl götür də. Sənə məktub gəlib. Yəni sizə məktub gəlib. Gəlin baxın da. İnanın ki, dostlar, mən onda işdə idim və mənim işdə son günüm idi. Mənə zəng gəldi ki, səfirlikdən və telefon necə idi? Mən heç zaman telefonumu səslidə işlətmirəm. Heç zaman bilmirəm. Amma o bir ay müddətində mənim telefonum yəni son səsdə idi və bunu mütləq eləyin. Çünki əgər telefonu qaçırsanız, onlara zəng eləyə bilmirsiniz bir də. Yəni çalışın ki, hər zaman o zəngi gözləyin də, yəni bir ay boyunca. Və onlar mənə zəng elədilər ki, gəl. İnanın ki, mən o işdən həmin özü son iş günüm idi. Yəni indi sağollaşıb çıxmalıydım da, biraz daha təntənəli çıxmalıydım da. Amma mən o işdən necə çıxdım, necə qaça-qaça mən taksiyə mindim, necə yəni hal-hazırda hələ də o hissləri keçirirəm mən. Amma yəni ki, sizə zəng edəcəklər və siz gedib orada baxırsınız. Əlim əsə-əsə gedib məktubu açmışdım və orada məktubun içinə sizin pasportunuzu qoyurlar. Pasportu açırsan və içində görsən ki, aha, ştamp vurulub və yaxud da ki, vurulmayıb. Vurulmayıbsa da belə bir A4 vərəqi qoyurlar və orada yazırlar ki, düzü rejectin səbəbini orada detallı yazmırlar. Ola bilər sadəcə yazır ki, məsələn, maliyyə səbəbinə görə, ya nə bilim, ya da sənədlərin tutuşmadığına görə. Düzü indi mən reject vərəqi görməmişəm, çox şükür Allaha. Amma ki, ümid edirəm siz də görmərsiniz heç. Amma o vərəq yoxdursa sizə bir trik verim. Əgər ki o kağız yox, necə deyirlər onu, konvert götürürsünüz. Əgər onun içində kağız yoxdursa, deməli siz avtomatik artıq bilin ki, qəbul almısınız. Yəni vərəqə baxmasanız belə. Mən ilk gördüm ki, vərəq yoxdur. Yenə dedim, okey, əmin olun bir də. Baxdım ki, hə, mənim orada ştamplı viza səhifəm var. Ayda xanım, salam, hazırda UNET-li dizayn üzrə oxuyuram. Dizayn üçün Roma, İtaliya superdir. Bakalavr təhsilimi də İtaliyada yenə dizayn üzrə davam etdirmək istəyirəm. Bu sahə ilə bağlı hazırladığım portfolyo, evcələ iştirak etdiyim kursların əldə etdiyim diplom sertifikatı 100%. Portfolyo 100%-dir. Yəni mən bunu hər kəsə də deyirəm. Dizayn üçün gəl. Mənə Instagramdan da çox yazırlar. Mən deyirəm ki, yəni əgər dizayn üçün gəlmək istəyirsinizsə mütləq ki, işlərinizi hazır saxlayın. Yəni çox önəmlidir məncə də. Elvira xanım, təqaüd dekabrda verilirsə öncəki aylarınkini bağlaya bilirik, yoxsa dekabrdan sonraki aylarda qarşılanır? Yox, sizə göndərilən məbləğ başa düşdüm nə demək istəyirsiniz. Yəni tutaq ki, amma siz belə bir şey var da, bəlkə də bağlaya bilərsiniz, hə. Amma belə bir şey var da, siz o 2 ayda əlinizdə pul olmalıdır. Yəni məsələn tutaq ki, kimdənsə alırsınızsa və yaxud da ki, ailənizdən və ola bilər ki, siz o pulu geri qaytarmaq istəyirsiniz. Bəli, qaytara bilərsiniz. Bəlkə də yəni onu mənaj eləyə bilərsiniz. Sadəcə olaraq bu real bir faktdır ki, siz o 2 ayda olmur. Baxır siz hansı ayda gedirsiniz. Yəni o məsələn 2 ay, 3 ayı özünüz qarşılamalısınız. Royal bəy, hüquqşünaslıq ixtisası üçün ön waitlistə düşmüş birinin qəbul olmağı gözləməyi nə qədər çəkər? Mənə deyilib 30-dan sonra baxılacaq waitlistə, amma tarixi bilim mənə çox ziyan edir, çünki qəbul aldığım ünlülər və sənədləri yığmağa vaxt azaldır. Aha, və biraz çətin məsələdir. Waitlistə düşmək ola bilər ki, bunun bəs waitlistə düşməyinizin səbəbini deyiblər sizə, yəni ki, sizin dərəcələrinizin aşağı olduğu üçün sizi waitlistə salıblar, yoxsa uşaq sayı çox olduğu üçün waitlistə salıblar. Bundan da asılıdır əslində. Baxır, yəni ki, hansına görə eləyirlər. Yəni səbəb olaraq nə verilib sizə? Mən tövsiyə eləyərdim ki, başlayın artıq təqaüd üçün sənədləri yığmağa, yəni gözləməyin ki, sizə o cavab gəlsin və bir də belə bir şey var ki, siz başqa yerlərə müraciət eləmişsiniz, başqa universitetlərə, məsələn, Unibodan fərqli, məsələn, başqalarda var, Messina var, Roman özü var, Sapienza var, oralara müraciət etmişsiniz heç. Zaur bəy yazıb ki, yataqxanaya qəbul olmaq üçün hansı şərtlər tələb olunur? Royal bəy, üzr istəyirəm, sizə indi danışacağım, sizə soruşacağım. Yataqxanaya qəbul olmaq üçün hansı şərtlər tələb olunur? Yataqxanaya qəbul olmaq üçün dostlar, biraz mən məsələn birinci ili yataqxanadan kəsildim, yataqxanaya düşə bilmədim. Çünki yataqxana çox rəqabətçi olur və yataqxana ailə gəlirlərinizi çox nəzərə alırlar. Demək ki, ailə gəliri, yəni daha aşağı olan insanlar var imiş ki, yəni mən o sıraya düşə bilməmişəm. Amma belə bir şey də var. Bolonyada təəssüf ki, yataqxana düşmək çox çətindir. Çünki yataqxananı verirlər ilk növbədə.
İranlılara, Pakistanlılara, Hindistanlılara, daha bizdən də aşağı təbəqəli ölkələrə də, yəni belə başa düşdüyünüz üzrə. Və sonra gəlir sıra bizə. Sıra bizə gələnə kimi də əslində mənim heç məsələn yataqxanada qalan düzü tanışım yoxdur, amma başqa şəhərlərdə ola bilər. Məsələn, siz verə bilərsiniz Ravennaya, verə bilərsiniz məsələn Rimini şəhərlərinə. Hansı ki o şəhərlərdən də soruşa bilərsiniz ki, qatarla necə gəlib gedərik? Necə gəlib gedə bilərik? O da qatarla gəlib gedə bilərsiniz. Deməli belə bir şeylər var, həm də tələbələr üçün aylıq məsələn ilin başında alırsınızsa, məsələn qatar falan bahadır da indi bildiyiniz üzrə, transport bahadır Avropada. Amma belə bir şey var. Əgər siz tələbə kimi müraciət edirsinizsə, ayın başında məsələn 60 avroluq kart alırsınız. Buna da limitsiz, istədiyiniz qədər. İndi məsələn Bolonyada yeni təzə tramvay tikilirdi. Mən gələndən tikilir. İndi bilmirəm ki, mən gedəndə gəlib çatacaqmı, çatmayacaqmı? Mənim o kartım yox idi. 60 avroluq kart almamışdım. Çünki dostlar mən ay ərzində heç üst-üstə toplasaz, yəni ki 2 dəfə belə avtobusa ya da nə bilim qatara çox elə minmirdim. Qatarla harasa gedəndə də başqa bir şəhərə getdiyim üçün, yəni Bolonyadan ərazisindən tamamilə çıxdığım üçün ona da ayrıca bilet alırdım, yəni. Ona görə də düzü harasa gedəndə də mənə belə çox lazım olmurdu. Yəni əsas onu alanlar avtobus üçün alır. Mən də istifadə eləmədiyim üçün almamışdım. Düzü heç yoxluğunda necə istələmirdim, amma mütləq ki alsaz, məsələn mən başqa bir şəhərdə yaşasam, hər dəfə mənim qrup yoldaşlarım var idi, məsələn müxtəlif ölkələrdən, onlar alırdılar, başqa bir şəhərdə yaşayırdılar. Həm də başqa bir şəhərdə yaşayanda düzün deyim evdə ucuz olur. Məsələn Ferrara'da yaşasaz, Modena'da yaşasaz, hansı ki universitet olmayan şəhərdə yaşasaz, belə deyim də Bakı Sumqayıt kimi, Bakı Xırdalan kimi, belə yəni ki, yataqxanaya qəbul olmaq üçün şərtlər heç nə. Əgər siz onu təqaüdə düşəndə bir sıra çıxır, hər kəsin bir sırası çıxır. Məsələn, keçən il 1100 uşaq arasında mən 500-cü sıradaydım. O da ailə gəlirlərinə əsasən. Yəni 500 məsələn tüm maçda çox yuxarı sayılır. Ona görə mənə düşmədi. Dormitory. Yataqxana mənə düşmədi, yəni ki. Buyurun. Rəyal bəy, sizin sualınız var isə buyurun, açıb deyə bilərsiniz. Əgər hələ də buradasınızsa. Salam, Əfsanə xanım. Deməli, çox sağ olun. Bu seminar üçün həqiqətən çox faydalı oldu. Vaxtınızı ayırıb bizim üçün belə bir təşəbbüs yaratmışsınız. Deməli, sualım o idi ki, yəni, əslində məndə waitlist interview əslində ayın 12-si falan oldu. O 9-12-si arası olmuş təxmini, yadımda deyil. 9 olmuş səhv etmirəmsə. Ondan sonra dedilər ki, bəs cavab gələcək 2 həftə ərzində, daha sonra waitlist gəldi. Mən şirkətlə işlədiyim halda dedilər ki, şirkət dedi ki, bəs 30-undan sonra belə bir nəzər alacaq waitlistlərə. Amma orada demədilər ki, yəni mən soruşa bilmədim nəyə görə waitlist alırlar. Böyük ehtimallı mənim nəticələrim biraz aşağı olduğuna görədir. Amma yəni hər iki halda da, yəni yer çox olsa da, nəticələr aşağı olsa da, orada yəni kvota məsələsidir də, yer tutma məsələsidir. Yəni onu mən Çexiyadan da qəbul almışam, Polşadan da qəbul almışam. İndi hər iki ölkələrdən almısınız. Başa düşdüm. Bəli. Başqa ölkələrdən almışam deyə, yəni onların da öz prosedurları var. Yəni öz təqaüdləri var, vizaları var. Yəni ona görə çəkinirəm. Mən bunu çox tövsiyə eləyərdim ki, universitetə birbaşa e-mail yazın. Universitetə e-mail yazın və belə çox direkt şəkildə soruşun və hətta deyin, mənə dediklərinizə deyin ki, mən başqa yerdən qəbul almışam. Onlar humanistdirlər, başa düşəcəklər sizə. Hə və yox, bəlkə də sizə tez cavab verərlər. Yəni ki, çünki bunu nəzərə alırlar. Siz desəz ki, yəni mənim hal-hazırda təhsilimin qarşısını kəsirsiniz də bir növsüz ki, bu gecikdirmələrlə. Amma istəyirsiniz bir neçə gündə gözləyin, amma yenidən mən sizin yerinizdə olsam, yəni bu dəqiqə belə götürüb e-mail yazardım onlara. Başa düşdüm. Belə təxmini ümumiyyətlə təcrübəsi olan var, ümumiyyətlə, yəni waitlistə düşsün yaxınlarından falan ki, yəni belə. Mənim düzü Rəyal bəy bu ixtisasda yox, amma başqa ixtisaslarda olanlar olub. Yəni onlar alıblar. Düzü waitlistə düşmək biraz əslində ola bilər. Yəni şans əslində var. Şans var, amma mən indi hüquqda bilmirəm. Yəni mən ona görə sizdən soruşdum ki, əgər sayı söhbətidirsə, onlar bəlkə də gözləyirlər ki, kimsə imtina versin, nəsə belə bir şeylərmi? Ona görə mən bu mövzuda tam dəqiq deyə bilmirəm. Tamam. Yəni belə şans yuxarı olar da, belə 60-70% olar.
Ola bilər, bəli, ola bilər. Həm də hüquq çox rəqabətçildir. Mənim məsələn orada hüquqda oxuyan çox azərbaycanlı vardı. Hətta mən deyərdim ki, ora gedənlərin 40% hüquqdan gedir. Çünki Unibo hüquqla çox məşhur bir yerdir. Belə yəni ki, ona görə də başa düşürəm nəyə görə ora hal-hazırda belə yuxarıdadır. Yer doludur. Aynen. Çok sağ olun. Sağ olun, sağ olun. Yenə dediyim kimi Məmməd bəy tibb fakültəsi üzrə yazıb. Tibb fakültəsi üzrə Məmməd bəy mən tövsiyə edərdim ki, siz qruplara yazın və qruplardan İtaliyada tək Azərbaycanlılardan yox, elə ingiliscə məsələn sualınız varsa yazın, qruplara atın. Türkcə yazın. Türklər bir də tibb fakültəsində oxuyan türklər çoxdular. Türklərlə də danışa bilərsiniz. Okay, çox sağ olun suallarınız üçün dostlar. Nait bəy, əgər Instagramda suallar varsa, yəni xüsusi bir sual varsa, yenə də burada deyə bilərik, yaza bilərsiniz, cavablandıra bilərik. Ya da bəlkə də artıq cavab vermişdim. Təşəkkür edirəm Əfsanə xanım. Instagramdan bizdə suallar var idi bir neçə. Sadəcə ümumi sizin danışdığınız mövzuları əhatə etdiyinə görə məncə artıq suallar cavablandırılır. Təşəkkür edirəm həqiqətən də. Məncə artıq suallar bitdi bildiyim qədər və həqiqətən də çox sağ olun ki, belə gözəl və məlumat verici, belə deyək də, bu hər yerdə deyilməyən və sırf o təcrübənin danışdığı belə deyək, nüansları qeyd etdiniz. Həqiqətən də təşəkkür edirəm. Bu bizim ASAP-ın ümumiyyətlə burada həm bizi burada həm də Instagram üzərindən izləyən dostlarımıza demək istəyirəm ki, ümumiyyətlə bizim bu tipli görüşlərimiz davamlı olacaq. İlk görüşümüz sağ olsun Əfsanə xanım bizimlə birlikdə oldu və İtaliya ilə bağlı, daha doğrusu Bologna şəhəri ilə bağlı öz təcrübələrini bölüşdü. Bundan sonra da bizim müxtəlif ölkələri əhatə edən görüşlərimiz olacaq. Onlarda da kimlərsə maraqlı olarsa, indidən elə elanı vermək istəyərdik ki, bizim sosial media şəbəkələrimizdə, xüsusən də Instagram hesabımızın hekayə bölməsində sorğular paylaşılır. Hansı ki, artıq bilirik ki, biz qəbullar alınan vaxtlardır və gənclər artıq xarici universitetlərdən qəbullar alırlar. Kimə hansı universitetdə təhsil və yaxud da oranın bugünkü tipli bir gözəl bir seminar keçirməyimiz üçün bizə oradan sorğularda iştirak etmələri xahiş olunur və iştirak edə bilərlər rahatlıqla. Bir daha təşəkkür edirəm Əfsanə xanım. Düşünürəm ki... Sağ olun dostlar, mən sizə təşəkkür edirəm. Mənim üçün də çox xoş idi bildiklərimi bölüşmək. Hələ də Azərbaycanlılar üçün. Çox sağ olun, təşəkkür edirəm. Əgər hər hansı bir sual yoxsa, düşünürəm ki, artıq seminarı, webinarı yekunlaşdıra bilərik. Çox sağ olun Əfsanə xanım, bir daha təşəkkürlər. Sağ olun. Sağ olun.